Selamünaleyküm. Xoş gördük əziz dostlar. Mən icazənizlə bir neçə nəfər dostlardan dəvət edeyim. Sonra bərabər başlayaq və 2 dəqiqə bağa görək ki, haracan gedirik bu günləri. Son tikəni də çağırın. Sonra dərsimizi davam verək. Okay. Bir də salam ərz edirəm. Azərbaycan Milli Fəallar üçün jurnalist dərslərinin 27-ci başlayır və xəbər yazaq bölümündəyik. 2 xəbər seçmişəm. Bir çox videoda yenə mən bu arada elə getdim, təəssüflə bilmirəm niyə Facebook'a upload eləyə bilmirəm ya olmur. Göndərdim bir çox video, amma hələ gəlməyib dilə, fəqət mənim Facebook'umda bir dənə video var. Amma mən bir neçə video ərəblərin inqilabından və etirazlarından yazdım, göndərdim. İstirdim onların da üstündə danışaq, əgər gəlsə danışarıq. Baxın, xəbər materialından biri əksidir, dedik keçən dəfə, ona caption yazarıq. Bir də videodur. Video əksi bizə həm əksidə, həm videoda başımıza böyük qoymaq istəyənlər olar. Yəni köhnə ya bir ayrı yerin əkslərin bizə taza və bir müşəxəs bir yerə ad qoyub verə bilərlər. Amma biz jurnalist olaraq gərək axtaraq, mənbələrdən tapaq ki, görək vaqəən bu düzdür. Yəni bu əks vaqəən məsələn əl-əhvazdandır, bu etirazlar vaqəən əl-əhvazdandır. Əgər əl-əhvazdandırsa, bu gündür ya qabaqdır. Məsələn, mən indi bir dənə video yaydım. İndi elə sizinlə danışa-danışa, əgər gəlsə baxacağım diqqət ilə, çünki orada hövsələm yox idi. Amma modeli ki, orada hərəkət olur, nəzərimə gəlir ki, bugünkü hərəkət deyil. Ya bu həftənin içində olan hərəkət deyil. Amma yaydım hər halda, bəli, onu diqqətlə incələməliyəm. Özüm incələyəcəm da görüm ki, o macəradadır yox. Amma Instagramda vaqəən ərəblər bu səfər şahkar eləyiblər və çoxlu şəkillər, əkslər qoyublar. Bugünkü bəhsi də, amma qeydisaq bugünkü bəhsə 2 dənə mən xəbərin üstündə danışacağam. Biri Oyan News'dandır. Linkin qoyun burada əlan elə. Bu mən sevdiyim və ehtiram qoyduğum, amma tanımadığım bir dostumun xəbəridir. Yəni bu linki göndərdim xidmətçisə İbrahim Savalanın tutulması. Mən İbrahim Savalanın yazılarını oxuram, yazılarından adamı tanıram. Baş əyirəm biləsinə, hörmət qoyuram, amma təəssüflə tanımıram yaxından. Yəni səsini də eşitməmişəm, bir dənə əhs biləsindən tanıram, bilmirəm bu vaqəən İbrahim Savalandır ya yox. Amma xəbər mühümdür. Oyan News bu xəbəri bu günləri ehtimalən yayıbdır. Mən Günaz TV-yə baxmamışam, görürəm ki, Günaz TV-də bu xəbəri yayıbdır ya yox, ya bu xəbərə yaxın bir xəbər yayıbdır ya yox. Amma icazənizlə baxım da. Bu gün ayın 29-udur, bəli, Günaz TV-nin də xəbərlərinə baxsaq, bir dənə oradan təzahürat ərəbdən qoyublar, ərəblərin oradan ərz edeyim xidmətizə
feylən gündəmdə saxlayıblar, sağ olsunlar bu Astara məsələsin və Heyran məsələsin gündəmdə saxlayıblar. Amma İbrahim Savalana görə xəbər yoxdur. Tamam. İbrahim Savalan bir Azərbaycanlı fəaldır. Dedim, şəxsən tanımıram, bilmirəm və bu çox təəssüf olsun ki, tanımıram belə bir şəxsiyyəti yaxından. Amma fikri ilə tanışam. Bu bir yazardır. Bir fikirdaşımızdır. Çox güclü bir qələmi var. Bilmirəm neçə yaşı var. Bilmirəm harda yaşır. Amma xəbər mühümdür. Xəbər insan haqları servisi. İnsan haqların qırmızı yazıbdır. Diqqət buyurun. Xəbər üçün yazmaq üçün danışacaq. Eyni halda bu adam mənim dostum olduğu üçün və mən buna iradətim olduğu üçün bu adama bu günləri bu xəbərin üstündə işləmək mənə iftixardır, işləyəm və danışam. O zaman ki gəlirik dostlar. Okey, burada. O zaman ki gəlirik, mən bunu biraz da yekəldim ki uzaqdan oxuya bilim. Xəbər yazaq. Titrin üstündə məsələn yazıb İbrahim Rəşidi Savalan. Baxın. İbrahim Rəşidi Savalan parantez bağlı İttilaata köçürülüb. İttilaata köçürülüb. Ya köçürülüb, bəli, köçürülüb. Xəbər bu tarixdə əslində titr. Burada bölübdür, yəni ikinci titr. Sağlıq durumu ağırlaşıb. Sağlıq durumu ağırlaşıb. Yəni, indi bunun üstündə də bir dənə qırmızı xətlə yazıbdır insan haqları. Diqqət buyurun. Burada yazıbdır insan haqları. Bu nə demək? Bu qırmızı nə demək? İstir deyək ki, bu web saytın, yəni Oyan News'un neçə dənə bölümü var? Bir bölümü insan haqlarıdır. Amma bu burada heç vaxt gəlməz. Titrin üstündə olmaz. Bu liddə ya liddən sonraki paragrafda gələr. Pəs, biz istəyək deyək Oyan News ya Oyan News xətti tirə insan haqları ya liddə nəhayətdə ya da liddən bir paragraf aşağı ki xəbərin mətnidir. O başlanır, orada yazar. İndi o. İndi Günaz TV hər nə yazsaq onu üzrəyir. Amma indi gəlirik xəbərin özünə. Xəbərin niyə bununla bölürük? Baxın, bir bu müməyyiz ilə, bölücü ilə niyə iki dənə istirik titr yazaq? Bu iki titri, birin üst titrilərik, birin alt titr. Ya birin əsli titrilərik, birin fər'i titr. Fər'i titr ya üstə gələr, ya altda. Biraz boyu tıqqılı olar, rəngi aşağı fərqli olar. İndi, məsələn, İbrahim Savalan ittilaata köçürülüb. Sağlıq durumu ağırlaşıb. Niyə bunu bir dənə cümlə eləmirik, iki cümləlik? İbrahim Rəşidinin sağlığı ittilaatda ağırlaşıb. Yəni, həm ittilaata tutulması var, həm də sağlığı ağırlaşıb İbrahim Savalan. Bir titri düzəldə bildik. Ehtiyacı yoxdur, hətta buna titri bıraq. İbrahim Savalan tutuldu. Sağlığı ağırdır.
Ya tutulmuş İbrahim Savalan'ın sağlığı ağırdır. Sağlıq durumu da istemez. Bu da durum izafi kəlmədir. Sağlıq, yəni sağlıq, durum da yəni sağlığının nəcürrüğü. Ehtiyacı yoxdur bunu yazaq. Bəs bu buradan gedər. Bir dənə cümlə buradan yazarıq. Bu xətt də buradan gedər. Onlar bir cümlə. O zaman iki titrə ehtiyac var dostlar. Alt ya üstü. Ki iki dənə müxtəlif məsələni istiq təkid ediyor. Bir-biriyle də ilgisi yoxdur. Amma bir xəbərin içində gətirməyə məcbur olmuşuq. İndi bu tekniki haqda dedik. Pəs indi bunu istəyək yazarıq. Mən yazsam Rəşidini yazmaram. Çünki mən özüm şəxsən bilmirəm bunun adı Rəşidi deyə yox. Bu tanınmış adam İbrahim Savalan tanınır. Parantez arasından çıxadaram. Çünki məşhur bunadır. O ad ki məşhurdur onu yazarıq. Yazaram İbrahim Savalan. Çünki bundan tanınır Savalan. Bundan tanınır. Tamam. Aşağıda ki lid yazacağıq ya liddən sonra xəbər yazacağıq. Yazarıq ki İbrahim Savalan parantez arasında Rəşidi məsələ. Tamam. İbrahim Savalan ittilata köçürülüb. Yəni əvvəl tutulubdur, gedib bir ayrı yerə polisə, polisdən də alınıb aparılıbdır ora. Əgər bu anlamdadır köçürülüb yaza bilirik. Amma əgər İbrahim Savalanın birinci dəfə xəbərini veririk, bu o zamandır ki xəbəri təqibi olan. Yəni ki xəbəri qabaqdan yazmışıq İbrahim Savalan tutuldu. Sonra da yazmışıq ki liddə titrimiz oldu İbrahim Savalan tutuldu. Baxın İbrahim Savalan tutuldu. Xəbər qutardı. Buranı da sildik. Baxın buranı da mən silirəm əslən. Yoxdur. Tamam. İbrahim Savalan tutuldu. Ehtiyacı yoxdur. Yaxşı ittilaat tutdu, polis tutdu, hər şey. Bu titridir. İbrahim Savalan tutuldu. Ya Azərbaycanlı yazar tutuldu. Azərbaycanlı Azərbaycanlı yazar nöqtə virgül İbrahim Savalan tutuldu. Sonra bunun aşağısını yazırıq. Bir gün sonra, 5 saat sonra, 3 saat sonra ikinci xəbər gəlir. Bu adam polis vasitəsilə tutulmuşdu. İndi buna aparılan ittilata. Yazırıq ki, xəbəri 2 saatdan sonra, 5 saatdan sonra yazdığımız xəbər budur. Yazırıq ki, İbrahim Savalan ittilaat deyil. Baxın bir ittilaata köçürüldü. Nöqtə istəməz. Titridə də qoymarıq. Tutulduğunu da mən buradan silim, bağışlayayım. İbrahim Savalan ittilaata köçürüldü. Yaxşı, bu da kök. İndi yeni İbrahim əvvələn ittilaat deyil. Türkçə yazılıb bu olar ittilaat. Yəni burada əvvəldə i gələr. İttilaat. Tamam, bu bir daha şeyimiz. Ondan sonra da əgər bu xəbərimiz bunu deyir ki, ittilaat vasitəsilə tutulubdur, titr qələtdir. Gərək yazaq ki, İttilaat İdarəsinin məmurları İbrahim Savalanı tutdu. Ya İttilaat İbrahim Savalanı tutdu. Əgər bilirik ki, ittilaata aparıblar, titrimizi bura bilirik ki, ittilaata aparıblar. Amma əgər bilmirik, %100 ittilaata aparıblar, bəlkə bir ayrı yer aparıblar. Çünki ittilaatın hər şəhərdə bir müşəxəs adresi var. Əgər bilsək ki, o adresə aparıblar, tamam adını yaza bildik. Amma əgər bilsək ki, o idarə aparmayıb da, gərək yaxşı bilmirik xar aparıblar. Naməlum bir yerə götürüblər. Tamam. Bu da xəbərimizin burası. İndi görək bu titri nə yazıb? Yazıb ki, yəni titri dedik da. Titri dedik indi İbrahim Savalan. İbrahim Savalan
Görək Oyan News nə yazıb buna. Oyan News. Oyan News'a baxın. Oyan News'a. Bu bir-birinə yapışıqlı olmalıdır. Yəni burada bir xətt qoysaq yaxşı olar. Ya da şey az fasilə ilə olmalıdır. Oyan News zanı görürsünüz. Burada bir dənə xətt çəkib Oyan News'dur buracan. Baxın. Beləsi olmalıdır. Oyan News'a bu gözəl olar. İndi eləyə bilər bunu götürə. Çünki Oyan News web saytın adıdır. Televizyonun adı Günaz TV'də ehtiyac yoxdur qoyaq. Çünki çox bəllidir. Günaz TV indi bəllidir hamıya. Onun üçün ehtiyac yoxdur. Bəli, bu düzdür. Oyan News'a özəl belə bir şey. Bu bir hərəkətli dostlar yaradıblar. Buna görə ki Ö, U, Ö oxuyaq. Bu ikisi həm özəl deyil. Baxın bir bu ikisi həm əvvələn bu hərəkətə qədim çatma deyərdilər. Yəni ki, ənən, o onlarda əq. İndi biz bunu düz işlətmirik. Mənim nəzərimcən, əgər bir millət biz ərəb dilində bunu tanışmışıq və ərəb dilində bunu oxuyuruq, bu əlaməti türk dilinə gətirməməliyik. Çünki biz həman hərəkət ilə ərəbini oxuyuruq. Biz əgər ərəbi kitabın əvvəli Dəbistanda oxuyacağıq, məsələn, əb, tamam. İndi bunun yanında dedirsək, məsələn, nə mənə? Belə bir şey gətirsək, məsələn, əvvəl beləsi olacaqdır. Əvvəl. Bunun üzünə. Bunu biz, mənim nəzərimcə, bizim dilçilərimiz bu bilməlidirlər ki, bizim dilimiz ərəb dili ilə əvvələn bir çox kəlməmiz, sözümüz ağzımızdan çıxır, ərəb sözüdür. Fars sözü deyil. Bunu yadımızda saxlayaq. Türk dilinə gələn sözlərin ki, Fars fikirli Fars sözüdür, %99'u ərəb sözüdür, Fars sözü deyil. Darüşü, Həxamənişi bir iki dənə adları çıxın. Ondan sonra gələn sözlərin, məsələn, heç birisi Farsça deyil, hamısı ərəbcədir. Amma indi özəl, mənim nəzərimə gəlir ki, Ö ərəbcə belə yazılar. Bu da özəl. Tamam. Biz bu formatdan mütəəssifانə istifadə eləyəmirik. Çünki yazması bizə çətindir. Amma əgər bu başarsaq ki, bu cürsə yazaq, yəni Ə, E, Ö, A, İ, U qoysaq, Ö, Ü, bunları da qoya bilsək bunların üstünə, Ö, Ü, bunları da qoya bilsək bunun üstünə, Ö, bu da var. Bunları da eləyə bilsək, bunları hər şey hazırlasaq, onda ola bilər bizim ərəb dilinə, bizim dilimizin arasında bir möhkəm bağlılıq olar. Və bu bizim dilimizin qinasına və ərəb dilinin qinasına da çox yaxşı olar. Amma indilikdə fe'lər, məsələn, ıa, bizim bir şeyimiz yoxdur, uzun ağımıza bir şeyimiz yoxdur, buna yoxumuzdur. Mən dilçi deyirəm, amma dilçilərdən xahiş edirəm bunu şey eləsin. Mənim nəzərimə özəli belə çox adam yazır. Mənim nəzərimə bu ondan yaxşı oxunur, amma yenə qələtdir bu. Çünki həmzə heç vaxt o cür oxunmaz. Onun üçün buna mən dediyim, nəzərimə gəlir ki, dilçilərimiz buna bir yol tapmalıdırlar. Biz əlifba ixtira eləməliyik. Dedim, biz 2-3 cürə iş görməliyik. Bir ki, bizim əgər əlifba, ərəb əlifbasında yazacağıq, dilimizi əvvəl əlifbası olmalıdır. Bizim dilimizin əlifbası yoxdur hələ. Ərəb əlifbasında. Ərəb əlifbası bizim dilimizin əlifbası deyil. Fars dilinin ola bilər. Amma demişəm, Fars dilinin məsələn birdən xa adında bir xa. Bu 3 hərf bir dənə hərfidir Farsıda. Bizdə yoxdur. Xasdən, xahər. Biz bunu haqqımız yoxdur ki, eyni bu cürsə türküdə yazaq.
biz türküdə bunları, bəzi kəlmələr, məsələn, xatir, xasten, bunları gərək dilimizdə olan kimi yazaq. Amma indi özəl, bu beləsi yazıbdır. Mən hələ feylən bunun üstündə dedim, iradım vardı, amma okey, geçaq bunu. Özəl, yəni bu xəbər bu web sayta özəldir. Yəni bu web sayt özü bu xəbəri tapıbdır. Amma bunu burada yazmasaydı da olardı. Yəni yazmağa əslən ehtiyacı yoxdur. Bəlkə bunun yeri eləyə bilər yaza. Əlbəttə xəbər türkdür, orası gözəldir. Eləyə bilər aşağıda yazır ki, bu xəbər ixtisasən Oyan News buna ələ gətiribdir cümlədə. Amma burada elə həman onu da yetirir. Olmaması da heç məsələ deyil. Çünki bu xəbər, yəni özəlliyi elə buradadır ki, bu ayrı web saytda yoxdur. Baxdıq gördük ki, Günas TV-də də yoxdur da məsələ. Özəl. Güney Azərbaycanlı siyasi aktivist İngiliscə bir kəlmədir. Biz öz dilimizə xarici lüğətləri gətirməyə çox gərək yanaşmayaq. Aktivist yerinə fəalımız vardı, çalışqanımız vardı. Bunlar və ayrı lüğətlərimiz vardı ki, bunun yerinə işlənə bilirik, ehtiyacı yoxdur bunu gətirək. İndi burada gəlib yazıbdır İbrahim Rəşidi parantez arasında Savalan. Biz burada nə edirik? Mənim nəzərimə gəlir ki, tüm bu adam Savalanla tanışır, parantez arasında Rəşidini yazarıq. Siyasi, Güney Azərbaycanlı siyasi aktivist İbrahim Rəşidi Savalan Təbriz həbsxanasından Təbriz ittiraatına aparılmışdır. Pəs bu əvvəl tutulubdur, gedib zindana, zindandan gedir ora. Gərək onda istəyək bunu, gərək titridə də gətirə bilirik ki, az zindandan ittilaata aparıldı, köçürülmədi. Əlbəttə köçürmək anlamında verir. Bunu deyim ki, yəni çünki köçürməkdə məmuli budur ki, bir şeyin öz iradəsi olmayaraq bir şeyi bir yerdən bir yerə götürmək köçürməkdir. Məsələn, bir kitabı bir dildən bir ayrı dilə çevirmək köçürməkdir. Çünki o kitabın iradəsi yoxdur ki, özü ingilisdən farsıya ya türkçəyə çönsün. Biz onu çeviririk, köçürürük. İradəsi yoxdur. Amma o yerdə ki, mən iradə edirəm, buradan ora getəm, həm köçmək ola bilər, həm də ki, mən iradəmlə olduğum üçün, özümün faili olduğum üçün bu getməkdir, intiqal tapmaqdır. İndi, xəbər doğrudur, düzgündür. Fəqət o Rəşidi ilə parantezin ya mötərizənin arasında ara qoymalıdır, arası yoxdur. Oyan News aldığı bilgilərə görə virgül. Buradan düzdür, hər şey düzdür. Hətta o bilgilərə, o da gözəl yazılıbdır, görə, virgül. Həftənin ikinci günü, yəni olurdu şənbə, yekşənbə, ya da ki bizim deyirdik süd tək. Belə bir şey deyirdik, süd tək. Belə bir şey deyirdik qədim, indi mənim yadımda deyil. Əlbəttə mən görürəm ki, bu şeylər bizim bəllidir, hər yerimizin. Məsələn, Qəradağda süd günü var, tək günü var. Yəni, seçənbə məsələn tək günüdür, belə bir şey. Hər halda, bir ayrı yerdə dostlar bir ayrı cür yazırlar. Biraz bu cəhətdən bəllidir ki, bizim toprağımızın hər parçasının özünün bir tarix, bir şeyi, həftəyə görə bir aid adı varmış. Və bunların heç birisi o birisini nəqz eləmir. Həftənin ikinci günü 8 aprel 2018 tarixində. Tarixin ehtiyac yoxdur. Tarixin özünü yazdınız. Bunu salarsınız. İkinci günündən sonra parantez açarsınız. 8 aprel 2018. Əlbəttə bu 14 yazıbdır. Cəlibdir.
Xəbər taza dəybəz. Mən bunu tapmışam, köhnə xəbərdir. Hər halda okey, tarixinə getməyək. Amma bunu parantez arasına salsaq düzələr. 2014. Parantez arasına sallıq. Tarix kəlməsini yazmaq, çünki tarixi burada yazdıq özümüz. Və o zaman ki, tarixi yazdıq da ehtiyacı yoxdur yazaq tarixində. Çünki tarixin özünü yazdıq. Tamam. Güney Azərbaycanlı məhbus İbrahim. Məhbus, indi məhbusdan sonra istirik adını yazaq. Məhbus. Nöqtə, virgül. Nöqtə, virgül. İbrahim Rəşidi Savalan. İndi olar. İndi olar. Yazarıq İbrahim Rəşidi parantez arasında Savalan. Ya da elə bayaq dediyim kimi yaza bilirik. Burada yaza bilirik beləsi. Bəlli olar ki, bunun şeir adı nədir? Amma bu məhbusdan sonra virgül gəlməməlidir. Nöqtə virgül olmalıdır. Burada görürsünüz, nöqtə, 2 nöqtə olmalıdır. Çünki buradan sonra biz istirik xəbərləri bu sayta özəl xəbəri yazaq. Onun üçün elə bir ki, nəql edir. Bu adam buradan bizə bu sayt danışır. Onun sözləridir. Bizə deyir, nə deydiğin burada yazır. Amma orada gəlir deyir, İbrahim məhbus, bir nöqtə virgül qoyaraq, yəni məhbus kimdir? İbrahim Rəşidi Təbrizin mərkəzi həbsxanasından Təbriz İttilaat İdarəsinə köçürülmüş. İndi mərkəzi Təbrizdə olan zindan mərkəzi Təbrizdir. Yəni bunun adı budur. Baxın, bir zindan mərkəzi Təbriz. Biz bunu türkü mətnində də yazsaq, gərək belə yazaq. O zaman ki, bu dırnaq arasından çıxadırıq, əvvələn adı tərcümə eləməliyik. Bu zindan mərkəzi Təbrizdir. Təbrizin mərkəzi həbsxanası yoxdur. Təbrizdə zindan mərkəzi Təbriz var. Mütəəssifanə adı farsıdır. Bunun üçün adı tərcümə eləməliyik. Bu adı burada tərcümə eləməliyik, ta heç yerdə tərcümə eləməyək. Bu bir dənə iştibahdır ki, elirik. Təbiətən, məsələn, bir türkü xəbər verəndə, məsələn, deyirik ki, Təbriz zindanı. Bu doğrudur. Təbriz zindanı, amma Təbriz mərkəzi zindanı desək adı olur. Təbriz zindanı deyəndə amma bilir ki, Təbrizdə bir zindan vardı. Adı nədir, onu demirik. Amma adını desək, ki, adını salaq dırnaq arasına və deyək ki, adı budur. Təbriz İttilaat İdarəsinə köçürülmüş və elə o gün axşam üstündə sağlıq durumu ağır olduğu üçün yenidən Təbriz Mərkəz Həbsxanasına qaytarılmışdır. Cümlə çox uzundur. Diqqət buyursanız, əvvəldən axirə bir cümlədir. Ehtiyacı yoxdur, bunu çox rahatlıqca 3 cümlədə deyə bilirik. Oyan News'un aldığı bilgilərə görə həftənin 2-ci günü aprelin saldıq fərmanında Güney Azərbaycanlı məhbus _virgül İbrahim Rəşidi Təbrizin həbsxanasından Təbriz İttilaat İdarəsinə aparıldı. Nöqtə. Həmən gün ya o gün, eyni gün ya həmən günün axşamüstü məsələn sağlıq durumu İbrahim'in sağlıq durumu İttilaat İdarəsində pozuldu. Onu da yazmalıyıq. Yəni birinci cümlə qutardı, ikinci cümlə. İttilaat İdarəsində baskı altında rəvani hər nə desəz İbrahim'in ya Savalanın sağlıq durumu pozuldu. İttilaat İdarəsinin məmurları məcbur oldular dava dərman üçün onu zindana qaytarsınlar. Eyni gün zindana qaytarsınlar. 3 dənə, 4 dənə cümlə ilə getərdik. Qıssa dedik, xəbər gözəl yazılıbdır. Cümlələr uzun olmağına baxmayaraq, xəbər gözəl yazılıbdır. Gələn xəbərlərə görə bu insan haqları aktivistinin durumu o qədər ağırdır ki, kidən sonra İttilaat gəlməz. Ki, əvvəla ağırdır ki, yapışar bir-birinə. Yəni, bağışlayın, ağır
dır, ki. Bundan sonra virgül gelmez. Ki hərfi vəsli deyirlər, yapışdırma hərfidir. Cümlənin qabağı ilə dalısını bir-birinə yapışdırar. Amma cümləni uzun elər. Cümlənin formatını dəyişsək, ki aradan gedər, cümlə qəşəng olar. O qədər ağırdır. Haraydı? Ki İttilaat İdarəsinin məsulları milli fəalı saxlamağının məsuliyyətini qəbul etmədikləri üçün Təbriz Mərkəzi Xəstəxanasına qaytarmışlar. Baxın, həman o bir cümləni ki, orada biz dedik, üstdəki bir cümləni demək üçün məcbur olubdur. Bir dana cümlə düzəldibdir 20 neçə kəlmədə. Uzun və həman sözü deyibdir. Elə bunu orada deyə bilərdi ki, üstdəki paragrafda halı baskılar ya rəvani fişar altında ya şikəncə altında nə olub dursa, ittilatı var çünki özəl xəbərdir. Onun əsasında halı o qədər xərab oldu ki, qeytərdilər Təbrizin zindanına. Bu paragrafı da ehtiyac olmaz. Xəbərdə, diqqət buyurun. Xəbərdə qorxu məsələsi, milli fəalları qorxatmaq. Buna diqqət buyurun. Milli fəalları qorxutmaq. Bir stratejidir. Əvvələn düşmən çalışır, yəni hakimiyyət və Farsistan çalışır ki, desin millət qoşulmayın, çünki qoşulsaz zərəl çəkəcəksiniz, şikəncə olacaqsınız, döyüləcəksiniz, kötək yiyəcəksiniz, ailəzdən uzaq qalacaqsınız, işi zəldən verəcəksiniz, filan. Dəlicə milli fəaliyyətçiyə girməyin, milli fəal olmayın. Eyni iştibahı biz də elirik. Daimən şikəncə filanzat yazırıq və insanlarımızı qorxuduq ki, milli fəallik olmasınlar. Bu təliyə düşməməliyik. Biz insanlarımızı qorxutmamalıyıq, onlara cəsarət verməliyik. Son günlərdə İbrahim Rəşidinin qardaşı Amerikanın səsinə verdiyi müsahibədə qardaşının fiziki durumun olduqca ağır olduğunu söyləmişdir. Cümlə biraz ağırdır. Mən bunu oxumamışam. Amma nəzərimə gəlir ki, bunu yazanın mən adı da burada yazmayıb deyəmişim. Amma nəzərimə gəlir ki, Əlrıza Quluncunun imzasıdır bu. Çünki cümlələr, kəlmələr format iki yığırdı bir-birinin dibinə. Əlrıza Quluncunun inşasıdır. Mənim nəzərimə Əlrıza Quluncu yazıb. İndi bəlkə bir ayrı dostumuz bunu yazıbdır. Sağ olsun, hər kəs yazıbdır. Əlrıza Quluncuya çox yaxındır. Yəni Əlrıza Quluncunun adına demək olar yazılıbdır. Son günlərdə virgül İbrahim Rəşidinin qardaşı adı nədir? Qardaşı virgül Amerikanın səsinə verdiyi müsahibədə virgül qardaşının fiziki durumun olduqca ağır olduğunu, baxın, gərək burada ağır olduğu gedə dırnaq arasında. Çünki istiruq o kəlməni onun qardaşı deyibdir. Ağır olduğunu söyləmişdi. Cümlə biraz qatışıq, bir-birinin dibində ədəbi, amma şeydir, yəni tün virgüldən istifadə eləməyibdir. Neçə dana əslində cümlədir. Baxın, bir son cümlə İbrahim Rəşidinin qardaşı Amerika səsi ilə müsahibə verdi, məsələn, Amerika səsinə. Ya Amerika səsi ilə danışdı. Verdiyi məlumatda qardaşının ağır durumun elam elədi. Ya fiziki durum nə demək? Baxın, fiziki durum nə demək? Bizim millətimiz, hətta roşənfikirlər 100 ildir fizik və metafizik üstündə danışırlar. Fizik və metafizik. 100 ildən sonra hələ bilmirlər ki, fizik nədir, metafizik nədir? İndi biz getiririk, bir dənə sadə xəbərdə yazırıq fizik. Fizikin yerinə bizim türkçe dilimizdə nə şey var? Canı, cismi, bədəni, Allah göstərməsin, ölürsə cəsədi, cəmdəyi, cəmdək də tohin haləti vardı, cəmdəyi. Baxın, bizim türkçe dilimizdə
İrfani lüğətlərdən var, ta gəlir gedir təhqiri lüğətlərə cana. Ehtiyacı yoxdur gətirək bunun fiziki şeylər şəxsən bilmirik nədir. Pəs diqqətli olmalıyıq. Biz türkü dilində xoşbəxtliklə o qədər qina var, o qədər biz varımız vardı dildə ki, ehtiyacı yoxdur. O birisi dillərdən borc alır. Mənim kimi türkü dilində besavad adam bir dənə kəlməyə 3 dənə, 4 dənə, 5 dənə mütəradif tapsa, həm rədif tapsa, həm məna tapsa, görün dilçilər və onlar işi biraz türkünü yaxşı bilərlər, görün nə cür güclü olarlar. Qardaşı onun canının ya cisminin ya bədəninin məsələn durumu olduqca ağır olduğunu demişdi. Onun söylediğine göre, indi burada görürsünüz geldi. Yani kardeşinin söylediğine göre söylemek de olar, demek de olar. Söylemek biraz demekten fərqlidir. Söylemek biraz diqqət buyurun. Söylemek biraz aşıqanə halət var. Oxumağa biz söylemek deyirik. Diqqət buyurun. Musiqidə oxurlar. Xandən musiqini oxumaq. Ona söylemek. Söylemek deyirik. Söylenmek. Mız eləmək özündə oxuyur. Söylemekdir bu. Bir şey ki özünü okursan ona da söylemek deyirlər. Söylemek biraz xoşxoşan farsça. Biraz şadlıq, biraz şey içinde vardı. Sevinç var. Ama kardeş bunu tutusundan sevinmir ki. Onun için söylemek sözünün yerine demek, hatta sızıldamak var. Mesela bunun yerine sızıldamak bizim dilimizde. Sazın da sızıldaması var. Yani biraz acı sızıldar. Nenelerimiz sızıldarlar. Nayrahan dolanda sızıldarıq. Canımızı ağrısa sızıldarıq. Yani diqqət buyurursunuz, söylemeyin yerine güzel sızıldamak kəlməsini işletmek olar. Söylediğine göre 2 nöqtə. Həbsxananın havası soyuqdur. Gərək bu, qabaqcan deyəydi ki, qışdır orada. Gərək deyəydi ki, məsələn, qardaşının dediyinə görə qış günlərində 2 nöqtə. Həbsxananın havası soyuqdur. Çünki biz bilmədik, birdən-birə hardan girdik həbsxananın havasına. Biz axı onun ağır durumundan danışırdıq. Nədir oldu girdik bura? Əvvəl gəlib ona fəza yaradıq. Fəza, bir dənə məntiqi fəza yaradıq ki, bu cümləni deyə bilək. Həbsxananın havası soyuqdur. Və həbsxana məsulları ona təkcə bir pətu vermişlər. Vermişlər ki, geçəcək, soyuqdur indi. Olmaz, cümləmiz gərək bir-birinin dalısıcan olsun. Həbsxananın havası soyuqdur. Nöqtə. Həbsxananın yerinə zindan da işlədə bildik. Çünki zindan, mən fikir edirəm, türkü kəlmədir. Türküdə olmasa işlənibdir, düşüb dilimizə. Zindanın məsulları, çünki həbs sözü ərəbidir. Zindanın məsulları İbrahimə təkcə bir pətu veriblər, vermişlər yox. Çünki soyuqdur, veriblər. Bu da onun bu böyrəklərinin infeksiyasına səbəb olmuşdur. Baxın, diqqət buyurun. Bu da onun böyrəklərinin infeksiyasına səbəb olmuşdur. Cümlə dedim, mənim nəzərimə Əli Rza yazıb bunu, amma bu da onun, yəni nə mənə? Bir pətu onun bahis olubdu, ya soyuqluq bahis olubdu, ya pətunun az olmağı bahis olubdu. Xəbər naqisdir. Gərək yazıydıq ki, havanın soyuqluğu, imkanatın olmamağı. Onun böyrəklərinin xəstələnməsinə, məriz olmasına, ya ufunətin, baxın, infeksiya, ya indi bunun İngilizcəsi mənim yadımdan çıxdı. Infection,
infection ya Türkçe yazıbdı infeksiya infeksiya bu bunun şeyiydi. Infection ya infeksiyon olacak bunun Fransızcası, infection İngilizcesi, infeksiya olacak bunun Latincesi indi ya Rusçası. Orası ben bilmirəm. Ama bu ne demektir? Infection şişmaq. Təbərrum, vərəm. Vərəm elə vaxt ki, bizim türkümüzdə vərəm deyirik. Şişmaq. Şişmaq. Ya şişmaq. Ya şişmaq. Hangisini yazsaq? İndi. İrinləmə. İrinləmək. İrinləmək. Çirk. Çirk etmək məsələn. Çirkləmək. Çirkləmək. İrin. Ufunət. Infeksiya ufunət olar. Ha, farsçası ufunətdir bunun da yazım burada. Ufunət. Vərəm. Ufunət bilirsiniz ki, biz məsələn dişimiz ufunət elər. Deyərik ki, şey elibdir, çirkləyibdir. Ya yaramızdan sıxarıq, ufunət çıxar, adına deyirik irin. Şişmağın özünə də çilik, şişmək həmin ufunətdir, həmin infectiondir. Bunlar həmandırlar. Infection da bir dənə halətdir ki, orada bədənin bir yeri mərizlər şişər. İçində də şişmək də onun əsərində olur ki, orada bir su ya bir şey yığışar ki, ufunət, iyi pis olar. Pəs, niyə biz bunu infeksiya işlədirik? Çünki Quzey Azərbaycanda Rusçular infeksiya işlədiblər. Bu da bizim millətimiz bilmədiyimiz üçün və ərəb əlifbasında yazdığımız üçün iştibah yazmışıq. Çünki biz əgər desəydik latində yazmışıq, latin əlifbasında yazmışıq, doğru olardı infeksiya. Fizik. Bəlkə Azərbaycanlıların savadları o dildə oxuduqları üçün Şimali Azərbaycanlılara yetişərdi. Amma bizim millətimizin savadı xarici lüğəti yetişmir. Onun üçün bunu eləməməliyik. Mənim bir ləhsə televizyonum söndü. Görək ki, o yox. Tamam. Pəs bu da bu. İbrahim Rəşidinin qardaşı, baxın, İbrahim Rəşidinin qardaşı nöqtə virgül şimdi sürüxdəyək adı nədir? Cəlal Rəşidi həm də demişdi, yəni Radyo Amerikaya demişdi. Üstə dedi ki, qarşıda fikrin dedi. Baxın, söyləmişdir, yox, düzdür, söyləmişdir. O söylədiyinə görə ya demişdir. Elə burada da demişdi olacaqdı, doğrudur. İbrahim Rəşidinin qardaşı nöqtə virgül Cəlal Rəşidi həm də demişdi. Həmə ehtiyacı yoxdur. Həm də demişdir, ehtiyacı yoxdur da həm yazaq. Əslən ehtiyacı yoxdur. Yəni onu deməsək də cümləmiz eyni odur. Demişdi, yəni o sözünün davamında demişdi ki, onlar sağlatmaq yerinə sadəcə ağrı kesici dərmanlar verirlər. Onlar nəyi sağlatmaq yerinə? Cümlə naqisdir. Cümləni doğru yazacaq. Onlar xəstəliyi ya böyrəyi sağlatmaq yerinə virgül sadəcə ağrı kesici dərmanlar veriblər. Eləyə bilik sadəcəni deməyək, ağrı kesici dərmanlar veriblər. Ya ağrı kesici veriblər. Çünki ağrı kesici özü dərmandır. Hamı bilir ki, ağrı kesici bir dərmanın adıdır. Ehtiyacı yoxdur, yaxşı dərman veriblər. Onun üçün də bunun yazsam belə olar. Ağrı kesici
dərman veriblər. Nüqtə. İndi burada ağrı kəsici özü verəsi qoysaq olar ad. Çünki elə burada da məsələn deyirlər ki, painkiller, yəni ağrı kəsici veriblər. Ya da yerinə İranda məsələn aksar veriblər. Davanın adını da demək olar, daha gözəl olar. Çünki onda bəlli olar ki, ağrı kəsidən mənzurumuz nə mənədir? Ağrı kəsici ola bilər, hər cürə bir şey olsun, heroindən tutmuşlar, getmiş davalara ki, vururlar, onlar ola bilər. Amma o zaman ki, davanın adını gətiririk, xüsusən, məsələn, bilirik da, aksardır, aspirindir, bunları verirlər normalda. Elə yazarıq, aksar veriblər, ya aspirin veriblər, insanlarımız da bilər ki, nə veriblər? Dava nədir? Əlac nə deyil? Bunun üçün bu tıqqılı ittilaata çox mühümdür. Diqqət buyurun dostlar, bizə xəbərin məntiqi olmasını göstərir. Xanəndə oxuyanda görür ki, məntiqidir hər şey, doğrudur. Orada dedi, pətum verməyiblər, bir dəfə pətum veriblər, hava soyuqdur. Buna da dedi ki, aparıblar da ittilaatdan məruzçılığına görə qeytəriblər, gətiriblər. Burada da deyir ki, bu adama nə veriblər? Aksar veriblər. Baxır görür ki, aksarın biri 1000 tümən. Amma bunu böyrək mərizdir. Milyonlar tümən bunun xərcidir böyrəyini. Geçən gün İbrahim Rəşidi Savalan şükür Allah'a ki, bu xəbər qədimdir. Mən çox da nigeran olmuşdum ki, bu İbrahim taza tutulubdur. Çünki dünəncəcə məqaləsini oxudum. Geçən gün İbrahim Rəşidinin ailəsi virgül İbrahimlə görüşmək üçün Təbriz xəstəxanasına, həbsxanasına getsə də virgül həbsxana məsulları görüşmək üçün izin verməmişlər. Bir dana cümlədə görək neçə dəfə həbsxana, 2 dəfə həbsxana işlədibdir. Amma bir dana cümlədə. Bu cümləni 2 yerə bölsə, 2 dəfə həbsxananı işlətmək yeri var. İkinci həbsxananın yerinə həbsxana məsulları görüşmək üçün izin verməmişlər. Yaza bildik ki, oranın məsulları, ya zindanın məsulları, məhbəsin məsulları, dustağın məsulları. Baxın, həbsxananın yerində bizim tarixi bir dustağ varımızdır. Dustağ. Dustağ ya dustağı. Mən də bunu yazım, duşaq. Dustağ. Tağı da qoymamışam. Bu da bir dənə t. Məndən. Bura düz olsun kəlmə. Dustağa salmışlar. Dustağın da məsulları, müdürləri şey eləməmişlər. Hə, 8 Mart. Saat neçə oldu? Mən əvvəl bir saata baxım, çünki nəzərimə gəlir, çox keçir. Bəli, təqribən bir-iki cümlədə oxuyayım, qalsın. O birisi xəbərə keçək ya. O birisi xəbər nə idi? O birisi xəbər də gözəl idi, amma qalsın bir ayrı dərsdə deyərəm. Elə bunu biraz davam verək, sonra qutaraq keçsin. 8 Mart 2014 tarixində. Mart, diqqət buyurun, 8 Mart. Əvvələn 8-ə əvvəldə yazmalıyıq. Dedik ki, biz ədəbi mətnidə, riyazi mətnidə yox, ədəbi mətnidə heç olmasa 4 rəqəməcən, yəni minə qədər ədəd ilə şeylə yazarıq. Məsələn, yazaq 8. 8. Mart 2014. Mart hangi aydır? Mən ki 13 ildir, 14 ildir xaricdə yaşıram, bilmirəm Mart hangi aydır. Ehtimal verirəm ki, muadili Mart olan. Fikrim Mart olan. Mart bayram ayıdır. Ya bayram ayı və bayramdan, yəni qışdan sonra Novruz ayıdır. Bayram ayı və bayramdan sonra. Mart fikirəm bu ay olacaq. Bu aydır da, çünki mənim də indi bu günləri doğum günümdür. Ya səhər doğum günümdür. Martın yavaş-yavaş 30'una yetişirik. İndi bu Mart bizim Təbrizdə
və İranda dərs oxuyanların hamısına mənası var. Mən indi özüm veblağımda tariximi bununla yazıram. Amma ədədimi bilirsiniz da, məsələn, farsıda yazırıq ki, ya ərəbdə yazırıq 1, 2, bağışlayın, belə yazmırıq. Ərəbidə və farsıda və türküdə riyazi ədədlərimiz 1, 2, 3, 4, 5, 6, bu da 4 oldu. 6, 7, 8. İndi biz o zaman ki, gətiririk yazaq Mart, gərək dəqiqən elə bu 8 istifadə edirik. Əgər o 8-i qoyuruq ora, diqqət buyurun. Baxın, indi istəyirəm mən bunu siz fərqin biləsiniz, ha. Diqqət buyurun. Mart ya Mart xarici addır. Bir dənə adın ayı da bizim heç ayımızın ikisi də kamil tutmuyor. Biraz o aydan tutur, biraz bu aydan tutur. Onun üçün vəsətdə bir şeydir. Bizim adamlarımız bilmirlər hangi aydır. Amma yazırıq 8 Mart, 8 2014. Bağışlayayım mən bunu. 2014. Bu 8 farsdadır, Mart xaricizədir. Bu da 14 fikrim orada, 14'ü də əlifbayla. Bəli, bu da 14'ü yazıblar, şeyini yazıblar. Ben bunu geri silmeliyim. 2014. Geri de İngilizce yazdım için. 2014. Yaxşı. Bir daha yamaq vururuq vəsətdə. Mart yamaq vururuq bu 8 ilə bunun arasına. Normal budur ki, gərək bunu İngilizcə yazaq, yəni 8. Bunu da yazaq March. Bunu da yazaq 2014. Çünki bunlar bir fərhəngidir. Bu fərhəngin hər şeyi bir-birinə oxşur. Bunun üçün də bunlar soldan yazırlar, hər şeyi bu cür yazırlar şeydir. Ədəbiyyatlarını da belə yazırlar, riyaziyyatlarını da belə yazırlar. Biz istəyək bunu yazaq, gərək beləsi yazaq, bu ədədlə. Amma dedim, bunu biz çeviririk. 8'ə əlifbayla yazarıq, Mart'ın da muadilini taparıq, yadigarıq hangi aydır, tarixinə tərəf gəlirik, 2014'ü də o cürsə. Əlbəttə, çox bəhsə keçməyim. 8 Mart 2014 tarixində, dedik ki, Mart xarici addır, onun muadilini öz dilimizdə tapmalıyıq, yazmalıyıq. Tarixində İbrahim Rəşidi üçün 100 milyon tümenlik mülki girov qoyduqdan sonra Əhər həbsxanasına, Təbriz həbsxanasına köçürüldü. Baxın, vermişlər, köçürüldü. Hamısı bir zamanda olmamalıdır. Çünki indi burada yazır ki, 8 Mart 2014'də ki, bilmirəm ha zaman bu xəbəri yazıbdır. İbrahim Rəşidini 100 milyon tümenlik farslar olsaydılar yazardılar ki, məsələn, 1 milyard riyallıq məsələ. Məsələn. Ya 1000 milyard, onlar nə qədər bilmirəm ki. 1 milyard olar da, 1 milyard riyallıq. Böyüdərlər qəzi yəni. 1 milyard riyallıq, 100 milyon tümenlik mülki girov. Girov çox gözəl bir şeydir. Kələmədir. Biz bunu işlətmirik. Mən özüm də bunda çox girov. Olur zəmanət. Zamin. Bu türküsü görürsün nə qəşəngdir. Girov qoyduqdan sonra Əhər həbsxanasından Təbriz həbsxanasına köçürülmüşdür. Bu da bilirsiniz, birdən-birə gəldik, mən əsən bilmirdim, bunu nəyə gətirir? Bunun qabağında əvvəl gərək deyək ki, bu adam öncə bundan qabaq ya filan tarixdə Əhərdə tutulmuşdu, ya Kəleybədə tutulmuşdu, Əhər zindanında qalırdı. Filan tarixdə gəldi bura, gətirdilər bura. Bu da maziyə bəid olar, yəni uzaq zaman olar nisbət o birisinə ki, bugün mərizləyib gətiriblər xəstəxanaya
Bu neçə gün ondan qabaq olsa, buna görə bəid olar. Uzaq olar. Onun üçün məsələn gətirilmişdi. Köçürüldü, düzdür. Məchul niyə yazıbdı? Mən bunu da biraz deyək. Köçürüləni tanımırıq. Bilirik ki, köçürülən ya zindandır, ya ittilaatdır. Onun üçün yaza bilirik ki, məlum yazabilirik, köçürdülər. Yəni, zindanın məhsulları keçirdilər. Cümləni məchul o zaman yazarıq ki, vaqəən bilmirik kim bu adamı tutubdur. Ya kim aparıb bir yerdən bir yerə. Amma o zaman ki, bilirik və ya həds vururuq ki, %90 polis tutubdur, %90 zindanın məmurları getiribdir, onda istirad veririk zindana. Çünki zindanın icazəsi ilə ya zindanın imkansızı ilə imkanı yoxdur bir zindanını bir yerdən bir yerə apararlar. Onda amil bəllidir. Biz həmişə feil-i məchuldan qaçaq. Feil-i məchul xəbəri namüvəssiq elər və hərəkəti feildən alar, cümlədən alar. Biz cümləyə hərəkət vermək üçün feildən, feil-i bəsitdən və ha belə feil-i məlumdan istifadə edərik ki, hərəkət versin cümləyə. Cümlənin içində yuxu gətirməsin oxuyana. Hərəkət versin onun fikrinə. İbrahim Savalan 20 fevral. Fevral da eyni març kimi xarici lüğətdir. Onun yerinə bir ayrı lüğət qoymalıyıq. Dünya ana dili günü ərəfəsində Dünya ana dili günü ərəfəsində 100-ə yaxın milli fəalla birlikdə Əhər şəhərində bu günü bir evdə qutladıqları zaman həbs edilmişdilər. Cümlə qələt. İbrahim Rəşidi, İbrahim Savalan 20 fevral, fevralı dedik, virgül. Dünya ana dili günü ərəfəsində. Niyə ərəfəsində? Ərəfə, yəni həndəvər. Həndəvər, yəni ətraf. Bura dünya ana günüdür, burada. Ətrafında, bir gün qabaq, 2 gün qabaq dağılır o zamanlarda. Yaxşı, əgər dünya ana günü tutulubdur, elə deyək dünya ana günü həndəvərində tutulubdur, ərəfəsini deyə bilərik. Ərəfə biraz da qabaq olar, yadınızda qalsın. Yəni, məsələn, ana günü 21-dir, ərəfəsi gələr olar 20-si, 19-u, 18-i. Getsə olmaz ərəfəsi. Həndəvər, yəni həm bu tərəf, həm bu tərəf. 21-nin həm qabağı, həm dalısı olar həndəvər. Yəni ətrafı. Dünya ana dili günü ərəfəsində 100-ə yaxın, bir də virgül qoyacaqdır. Çünki mövzunu dəyişdirir. 100-ə yaxın milli fəalla birlikdə virgül, Əhər şəhərində virgül, bu günü virgül, bir evdə virgül, qutladıkları üçün ya qutladıkları zaman həbs edilmişlər. Bu 100 nəfər harada həbs olubdu? Bir dənə evdə. Nə zaman həbs olublar? O zaman ki, cəşni tuturdular. Cümlə qələtdir. Çünki bunlar orada həbs olmayıblar. Orada tutulublar, gətiriliblər həbsə. Bilirsiniz, cümləni üçün 5-6 dana virgül işlədibdir, ya onları da qoymayıbdır. Cümlə kollən qələt çıxıbdır. Yazan özü də yadından çıxıb ki, nə yazacaqdır. Cümlənin fiilini tapa bilməyibdir, həbs edilmişlər. Belə bir şey yoxdur. O evdə həbs eləməyiblər bunları. O evdə bunları tutublar, çıxadıblar, mindiriblər maşına, gətiriblər zindana, ya aparıblar Kələntəriyə, Kələntərdən aparıblar zindana. Bunu əgər 3 cümlə eləsəydik, ya 2 cümlə eləsəydik, cümlələr zıqqılı, məfhumlar açıq, şey olardı. Gözəl olardı. İbrahim Rəşidi 26, İbrahim Rəşidi virgül 26 may tarix verir ha indi bizə. Bəllidir ki, çox uzun zamanımış. 26 may 2012 tarixində İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 4 il, 4 öğrenci, tələbə, aktivisti ilə birgə mühakimə edilib, hökumətə qarşı təbliğat ittihamı ilə
1 il həbsə məhkum edildi. Hamısında məsul işlədir. Məhkəmə bəlli, amma deyir ki, edildi. Məhkəmə məhkum edildi. İnqilab məhkəməsi onu məhkum edildi. İndi diqqət buyurun görün. İbrahim Rəşidi virgül 26 mart 2000 tarixində, tarix dedim kəlməsini orada yazmaq üçün ki, özün yazırıq. Yenə virgülümüz. İnqilab məhkəməsinin 1-ci şöbəsi tərəfindən mühakimə oldu. Ya İbrahim Rəşidi və 4 öğrenci ilə birlikdə İbrahim Rəşidi 4 öğrenci ilə birlikdə 26 may 2012-də İnqilab Məhkəməsinin 1-ci şöbəsində mühakimə oldu. Tərəfindən də istəməz filan. 4 dana öğrenci ilə birlikdə. Tələbə, aktivist nə deməkdir? Aktivist. Aktiv yəni fəal, aktivist yəni fəaliyyət eləyən. Aktivist özü siyasi adamlara deyirlər ki, bir cəryanla müxalifdirlər. İngiliscədir. Hətta bundan action çıxır. Yəni, filmə action deyirlər, yəni vurucu. Həmandır, həmandandır. Yol. Bu aktivistlər, aktivist nə demək? Fəal demək. Öz dilimizdə aktivistə müadil yoxdur. Fəal ərəbcədir. Çalışkan. Çalışkan. Daha nə mənə? Aktivistin yerinə. Tapmaq olar. Bu həddəqəl 4-5 dənə bunun sözü vardı, anda indi mənim zehnimə gəlmir. Zehnimə gəlmədiyi üçün də özümə çox fişar gətirməyim. Yaxşı. Aktivist ilə birlikdə onu yerinə dəyişdirərik, çünki aktivist xarici sözdür, biz öz dilimizdən işlətmək birgə mühakimə edilib. Üstəlik bir dənə cümlədə biz bunların hamısını getdik ki, İbrahim Rəşidi 4 tələbə ilə birlikdə, 4 öğrenci ilə birlikdə, tələbə ilə öğrencinin nə fərqi var? Baxın, bir öğrenci, parantez arasında tələbə, nə fərqi var? Danışçı da yine bunu taydı da, danışçı. Taze tələbə deyəndə malla gələr zehnə, danışçı deyəndə umma gələr zehnə. Tələbə ilə ummanın fərqi buradadır. Buna danışçı deyirlər, buna tələbə deyirlər. İndi istirik öğrenci bunların hər ikisine de deyər, həm də gözəldir. Ehtiyacı yoxdur tələbə sözün yazaq. Əgər istirik yazaq bəlli olsun, yazarıq danışçı. Çünki ikisi də xaricidir. Amma danışçı İranda müşəxəs bir qrupa deyilir, tələbə də bir qrupa deyilir. Bəlkə Azərbaycan Cumhuriyyətində tələbə yəni danışçı. Amma orada din tələbəçisi yoxdur axı. Onun üçün orada tələbə demirlər. Qədimlər də olsaydı da komünist dövrəsindən ya tezar dövrəsindən bilsə olmayıbdı. Komünist dövrəsində heç olmasa olmayıbdı. Mühakimə edilib hökumətə qarşı hökumətə qarşı təbliğat ittihamı ilə 1 il həbsə məhkum olubdur. Hökumətə qarşı təbliğat. Baxın bir dırnaq atarıq. Bağışlayın, hökumətə qarşı bağlarıq ittihamı ilə. Yəni bu hökumətə qarşı nə mənə? Təbliğat. Burada təbliğat kəlməsini mən yazmamışam. Hökumətə qarşı təbliğat. Ben bu cümlələri çox qələt yazıram özüm. Təbliğat. Dırnağı bağlarıq. İttihamı ilə bir il həbsə məhkum edildi. Oldu.
Bu hökm apaliyasiya. Mən bunu heç bilmirdim özüm nə demək. Apaliyasiya. Siya. Apaliyasiya. Bu hökm virgül Apalisiya Təzdidi Nəzər Məhkəməsinin 4-cü şöbəsinin rəisi İmani adlı İmani Gedəcüyüm arasında hakim tərəfindən təsdiq edildi. Baxın, Apalisiya Təzdidi Nəzər Ali Məhkəmə. Bizdə həm Türkiyədə, həm Ərəbcədə hər yerdə Ali Məhkəmə. Ya ikinci məhkəmə ya etiraz məhkəməsi. Çünki bunun adı əslən məhkəmə etirazdır da, Təzdidi Nəzər etiraz məhkəməsidir. Etiraz məhkəməsi, ikinci məhkəmə, ali məhkəmə, bunları demək olar. Bu nə və nədir gətirib? Mən özüm nə bunun oxumağın başardım, nə də ənasını bildim. Gözü dağıtıstanı prokuror. Ya elə bir şeyler yazırlar ki adam biraz şey olur. Yəni məhkəməsinin 4-cü şöbəsinin rəisi İmani. Nöqtə virgül rəisi Sülüstrux adını yazaq burada. Nöqtə virgül İmani tərəfindən hətta İmani adlı bir şəxs tərəfindən ya hakim tərəfindən təsdiq edildi. Elə həmən gün olmaz ki, bu o zaman məhkum olubdu, bir müddət sonra bu təsdiq olubdu. İndi üstə ki, sən tarix verirdin, gələk burada da tarixi verirdin. Tarixi burada da vermirdi. Nə qədərimiz qaldı bu xəbəri tutaraq? 2 paragrafımız qaldı fikirəm, bunları da oxuyaq da. İbrahim Rəşidi ötən illərdə dəfələrlə mülki geyimlilər tərəfindən həbs edilib və İnqilab Məhkəməsi tərəfindən məhkum edilmişdir. Diqqət buyurun, xəbərdə cində bir irat var. Mülki, yəni mən əlan burada mülki libaslıyam, yəni sivil paltar, mülki, şəxsi paltar. İbrahim Rəşidi ötən illərdə, geçmiş illərdə gözəl. Geçmişin yerinə ötən kəlməsi yazıbdır. Ötən yəni geçmiş, müsavisi geçmiş. Geçmiş illərdə dəfələrlə mülki geyimlilər tərəfindən, yəni libas şəxsi, farsça deyirlər ha, mülki geyimlilər tərəfindən həbs edilib və İnqilab Məhkəməsi tərəfindən məhkum edilmişdir. Həbs edilməz. Diqqət buyurun, mülki geyimlilər tərəfindən həbs olmaz adam. Lüğətlərimizi diqqət eləməliyik. Hər lüğəti hər yerdə işlədəmə xəttimiz yoxdur. Danışıqda bunları desaq bəlkə irada olmaz. Amma o zaman ki yazırıq, orada diqqət eləməliyik. İnsanlar bizim savadımıza baxırlar. Bizim nə qədər sözü danışdığımızı, düşündüyümüzü. Çünki əgər bizdə qələt çox tutsalar, deyirlər bu adam düşünmür mənaları, heç bilmir ki, nə olub, nə olmayıbdır. Ötür, bu adam sertifat deyir. Biz məcburuq ki, rəvənd-i məntiqi dastan. Dastan bir yerdən başlayır, bir yerə gəlir, ya bir yerdən başlayırıq, aparırıq bir yerə. Tamam? Gərək bu rəvənd əvvələn məntiqi olar. Yəni, hər şey bir-biri ilə cür gəlir. Əgər bir şey bir-biri ilə cür gəlməsə, yəni burada bir irat var. Yalanı da oradan taparıq. İçində bir şey biri ilə oxumasa bu yalandır. Taparıq yalanı. Bildik xəbər yalandır. Mülki geyimlər tərəfindən tutular. Həbs edilməz. Tutular. Həbs gərək ki də prosesi var. Prosesi budur ki, ya idarə ittilaatda apararlar, həbs elərlər, ya apararlar çələntəri salar. Müvəqqət həbs olmaz o da. Müvəqqət olar. Gözaltı deyirlər Türkiyədə, Azərbaycanda gözaltına tutulurlar. Çünki müvəqqətdir, 1-2 gün ya 24 saat orada qalınacaqdır. Həbs o zamandır ki, dadqat yapın, aparın, saxla orada 1 ay. O olar həbs. Həbsi müvəqqət deyirlər adına.
Daha öncə İbrahim Rəşidi 2008-in qışında virgül Urmiyə həbsxanasında 5 aylıq həbsini keçirmişdi. Bu da bu. Gözəl. Gedir, tarix verir, üstdən aşağıya gəlir. Beynəlxalq Əfv Təşkilatı virgül fasilə gərək verə, ara verə. 1 April də həman Martsa taydı, o birisinə taydı və 1 May da həman fikirəm Meydi. Bu da gərək değişilə. 2006 tarixlərində, yəni 2 tarixdə bəyanat verməklə İbrahim Rəşidinin Savalanı da Rəşidinin sonra gətirmək. İbrahim, baxın, diqqət buyurun. Rəşidinin olmaz. Ondan sonra Savalanı yazan var. Savalan. Çünki burada bir şey gəlibdir ki, Rəşidinin adı deyil. Biz istirik bunu açıqlayaq indi. Bunu açıqlamarıq. Bunu saxlarıq. Rəşidi parantezin içində yazarıq Savalanın. İndi yol yazarıq. Burada xətti aça bilirik. Yazarıq. N'ın da mən demişəm. Burada I yazmalıyıq. I yox. Mən də bütün dostumuz o cür yazıbdı. Mən də onu yazdım. Mən bunu təkrar eləməyim. I-nın İ'nin fərqi vardır. Rəşidi N'ın o fərqi var səslərdə. Səsləri ayrı yazmalıyıq. Daha tarixlərində bəyanat verməklə virgül İbrahim Rəşidi Savalanının həbsi və ona qarşı olan təzyiqləri qınamışdır. Çox gözəl. Bu qınamaq sözü mən hey istəyirəm yadımda qalsın. Burada da yazıram ki, özümün yadımda qalsın. Qınamaq, ya qınamaq. Hər cürə də yazılsa mənim savadsızlığımdan bağışlayın. Qınamaq, yəni məhkum eləmək. Sərzəniş eləmək. Danlamaq kimi. Danlamaq. Amma qınamağın biraz mənası ağırdır. Baskısı çoxdur. Ona qarşı olan təzyiqləri qınamışdı. Qınamışdır. Sərhədsiz reportajlar. Diqqət buyurun. Xəbərnigaranı beduni mərzin tərcüməsidir daha. Bu şeydir, yəni Reporters Without Borders. Sərhədsiz xəbərnigarlar, jurnalistlər. Sərhəd türküdə var, yəni mərz. Sərhədsiz, mərzisiz, buracın düz. Reporter nə deməkdir? Hələ reporterlər də bağlayanda daha çətin olur. Reporter yəni güzarişçilər, xəbərnigar, hər nə mənə. Sən bunu orada yaz, o şeyi ki millətimiz bilir də, yaz yine xəbərnigarlar, güzarişçilər. Bizim millətimizin ədəbiyyatına yaxını. Biz istirik farsla müxalifiq bir şeyə aparmayaq mətnimizdə yalaşı insanlarımız baş tapmasın biz nə yazırıq. Təşkilatı da 2022 iyun, mən bilmirəm iyun hangi aydı, vağən bilmirəm. İyun hangi aydı bilmirəm. Ehtimalən Cun ya Julay, Cun, iyun, Cun olacaqdı ehtimalən. Əslən yeri yoxdur yazılsın. 2010 tarixində verdiyi bəyanatla bu jurnalistin həbsindən xəbər vermişdir. Yoxdur, jurnalistlər də bunu sərhədsiz xəbərnigarlar təşkilatda 22 iyun 2010'da tarixində burada yazmağa ehtiyac yoxdur. Bir bəyanatla ya verdiyi bəyanatla bu jurnalistin həbsindən xəbər vermişdi. Yəni o zaman. Bir dana tarix veribdi, qəşəng tarixdir. Xəbər gözəl yazılıbdır. İçində bir də texniki iradları, kəlmə iradları çıxandan sonra xəbər çox gözəl yazılıbdır, qəşəngdir. Bundan belə ki, qədimi xəbərdir, amma mən sevdim. Çoxdan ayrıhan da olmuşum ki, dostum tutulubdur tazalıqda. Dostu içi görməmişəm. Çox sevindim tutulmayıbdır.
Təşəkkür edirəm ki, bu dərsdə oldunuz. Umaram ki, sonki dərslərdə sizi görərəm. Sağ olun, sağ qalın.